İnsan bəzən elə başa düşür ki, onun həyatı ürək istəyən kimi yaşayanda gözəl olur. Amma düşünmürük ki, bizim həyatımızın bir hissəsini, daha doğrusu böyük bir hissəsini gərək bizim ilahi hökmlər əsasında yaşamağımız təşkil eləsin. Və bu zaman insan həyatı gözəl olur. Buna misallar çəkdik. Məsələn, elə yaşadığımız mübarək Ramazan həyatında yaşayışımız, həyatımız çox gözəl. Ramazan həyatı gözəl bir həyatdır, xoş bir həyatdır. Niyə görə? Sadəcə oruç tutmağa görə yox. Bunun içərisində bir hikmət bundan ibarətdir ki, insan Ramazan ayında özünü əmr və qadağaların altında hiss edir. Sanki başının üstündə bir ali, ülvi fərman dayanıb, göstəriş dayanıb, olmaz deyir, getmir. Vacibdir deyir, onu yerinə yetirir. Bu əmr və qadağalarla yaşamaq Ramazanda təcrübə olunur ki, gözəl bir yaşayışdır, gözəl bir həyatdır. Məsələn, bunun biz bir təcrübəsini həcc ziyarətində görürük. Bir təcrübəsini Ərbəin ziyarətində görürük ki, bunlar hamısı onu göstərir ki, Allahın və Allah vəlisinin, Allah dostunun göstərişləri ilə, tapşırıqları ilə yaşamaq insan üçün çox xoş keçir və insanın həyatı çox gözəl olur. Hədislərdə var ki, hər bir valideyn övladının həyatını ilk mərhələdə 7 yaşına qədər bu cür tənzimləməlidir ki, qoy o ürək istəyən kimi yaşasın. Yəni ilk 7 yaşına qədər uşaq ürək istəyən kimi yaşamalıdır. Yəni ona qadağa qoyma, ona əmr vermə, göstəriş vermə. 7 yaşından sonra ikinci bir dövrə başlayır ki, ikinci 7 yaşında, yəni 7-dən 14-ə qədərsə, hədis buyurur ki, bu dinimizin tərbiyə üslubudur həm də. Övlad tərbiyəsi üslubunda bu çox vacib bir məqamdır. Ki, birinci 7 yaşını ürək istəyən kimi yaşasın, ikinci 7 yaşını isə əmr və qadağalarla yaşasın. Yəni, uşağa artıq əmr ver, göstəriş ver, nəyisə qadağa qoy. Qoy uşaq həm ürək istəyən kimi yaşamaq dövrünü təcrübə eləsin, həm əmr və qadağalarla yaşamaq dövrünü təcrübə eləsin. Və o insan böyüyüb həyatın qoynuna atılanda, sərbəst həyata başlayanda, o hər ikisini təcrübə eləyib. Bir var ki, insanı elə əvvəldən axıra qədər bu cür böyüdəsən uşağı, bəli, o həyatda sərbəst yaşayanda elə biləcək ki, həyatı insan ürək istəyən kimi yaşamalıdır. Amma artıq biləcək ki, xeyr, həyatın bir hissəsini insan göstərişlərlə yaşamalıdır. Göstərişlə yaşamaq özü bir dəyərdir. Göstərişlə yaşamaq özü mədəniyyət sayılır. Hər bir toplumun dəyərlər sistemində göstərişlə yaşamaq xüsusi bir yerə malikdir. Onun xüsusi bir yeri var. Bəzən bizə elə çatdırılır ki, göstərişlə yaşamaq heç də mədəniyyət sayılmır, dəyər sayılmır. Əksinə, dəyər sayılan şey göstərişlə yox, ürək istəyənlə yaşamaqdır. Biz əgər bir toplumun mədəniyyət səviyyəsini bilmək istəyiriksə, baxmalıyıq o toplumun göstərişə olan münasibətinə. Bax, bu çox vacib və incə bir məqamdır. Baxaq görək oranın insanları göstərişə, əmrə, qaydaya, qanuna münasibəti necədir? O münasibətə biz baxandan sonra onun mədəniyyət səviyyəsini müəyyən eləyə bilərik. Görəndə ki, bu toplumun, bu cəmiyyətin, insanların göstərişə qarşı münasibəti çox gözəldir, göstərişi hərarətlə qəbul eləyir, ona bir söz deyəndə sözü çox hərarətlə qəbul eləyir, söz eşidəndir, sözə qulaq asandır, sözə əməl eləyəndir. Bəli, o cəmiyyətin biz baxıb görərik ki, mədəniyyət səviyyəsi yüksəkdir. Amma görəndə ki, yox, bu cəmiyyətdə insanlar ürək istəyən kimi yaşamağa çox önəm verirlər. Onlar üçün göstəriş, əmr, qadağa, qanun o qədər də maraqlı deyil. Əksinə onlar üstünlüyü bu tərəfə verirlər. Tapşırıqla yox, nəfslə yaşamaq, istəklərlə yaşamaq. Din demir, istəklərlə yaşama. Din deyir, istəklərlə yaşa. Amma bax, gör hansı istəyi, harda, nə zaman, nə qədər həyata keçirmək lazımdır.
Çünki insanla heyvanın fərqi var. Allah heyvana istək verəndə vəzifə təyin etməyib. Deməyib ki, sən istəyindən bu qədər istifadə elə, bundan artıq olmaz, bu yerdə olar, bu yerdə olmaz, bu zamanda olar, bu zamanda olmaz. İstəyi verib, buyur, get, nə cür istəyirsən, o cür də yaşa. Harda, nə qədər, nə zaman o istəyi tətbiq eləyirsən, tətbiq elə. İstifadə edirsən, istifadə elə. Mən elə zaten bunu vermişəm ki, sənə istifadə eləmək üçün. Amma Allah insana istəyi verəndə ona vəzifə təyin edir, hədd təyin edir, qədər, ölçü, norma təyin edir, zaman, məkan təyin edir. Ona görə də insan tam sərbəst deyil ki, tam da ürəyi istəyən kimi yaşasın, istəklərlə yaşasın. İnsan həyatının böyük bir hissəsini tapşırıqla yaşamaq təşkil eləməlidir. Və tapşırığa münasibət bir cəmiyyətin sağlamlığını və yaxud da xəstəliyini göstərir. Əgər o cəmiyyətin tapşırığa münasibəti gözəldirsə, o cəmiyyət sağlam cəmiyyətdir. Əks halda demək olar ki, bu cəmiyyət xəstələnib. Çünki bu cəmiyyət tapşırığa əhəmiyyət vermir. Əmrə, qanuna əhəmiyyət vermir.